Qorxmaz bir şey alınar brat. Yəni belə. Yox, brat. Bundan var belə olandı. Bu gün barda Tolkun qəhvəxana ilə kollaborasiyasıdır. İndi uşaqlar deyirlər ala. Smeşova ilə müəyyən eləyirlər ki, kim kokteyl birinci düzələcək. Mən sənə birinci ingrediyentləri verirəm. Tanış ol. Bu cindir. İlk öncə hazırlamırıq bunu. yox, bu V60 deyil. Bu əziz qardaşım, bu artıq bardır. Bu sənin üçün coffee shop zad deyil burada. Bu zərər elə. İndi bar qaşığı ilə onu qarışdır. Rəsul qılbamız var, Rəsul. Ay qorxmaz. Hardasan? Abi bu qırdı tökdüyə bura. Kəsmək lazımdır. Negroni perfeksiyon. Brat. Əslində bizdə də barda belə şeylər olur. Prosta boyda da yox da bura. Bir dənə xətt qoyacaqsan burdan. Birinci iz qoyursan, ondan sonra burdan kəsirsən, sonra burdan kəsirsən ki, düz getsin. Ölüm bura belə şey üçün. Yəni buradan da yoxlayırıq. Bu. Bir çox barmenlik bacarmadığı bir dəqiqə. Yəni barista bacarır. Və bunun bu hissəsi yox, elə yox. Bu hissəsi qonağa tərəf olmalıdır ki, qonaq bilsin sən nə süzürsən. Biraz da ağzına qədər doldurmalısan. Çox az dağıtdın. Dağıtdım. Süz ora, süz. Süz yuxarı qaldıra bilərsən polu. Portağalı pil eləyirsən. Gözəl. Hə, o elə yox, amma bir daha estetik olmalısa belə. Burası bu. Bomba Negroni'yə oxşuyur. Əladır, amma dadı əsas önəmlidir. Zordur. Öz arzuladığım kimi. Şey bomba kimidir. Kim içmək istəyirsə onu Var, orada var könüllülər. Tural içəcək, Tural. Negroni həvəskarı. Dadına denən necədir? Neysə, qarıcı öldü. Yenə material yoxdur. Barmenlik əslində orada kokteyl düzəltməklə qurtarmır. Bunu hamı bilməlidir. Ona görə də işi sona qədər yerinə yetirmək lazımdır. Finish.